Salam, valideyn olanlar yaxşı bilir, gün ərzində bəlkə də ən çox eşitdiyiniz söz budur. Yox. Bəli, o balaca, amma inanılmaz dərəcədə güclü söz. Bəzən olur ki, bütün günü alt-üst eləməyə bəs edir. Yaxşı, gəlin bugün bir anlıq dayanaq və bu sadə sözün arxasında əslində nələr gizləndiyini birlikdə anlamağa çalışaq. Hər gün eyni mənzərə. Geymək istəmir, yox. Yeməyini yemək istəmir, yox. Parkdan evə getmək vaxtıdır, yenə də yox. Əgər bu sonsuz yoxlar artıq sizi, necə deyərlər, taqətdən salıbsa, heç narahat olmayın, tək deyilsiniz. Bu demək olar ki, hər bir valideynin keçdiyi bir yoldur. Yəni, tamamilə universal bir təcrübədir. Baxın, bəs əgər bu yox, əslində bir üsyan, bir qarşıdurma deyilsə, bəlkə də biz tamamilə yanlış yerdən baxırıq. Bəlkə də bu, sadəcə olaraq güclü, özünə inamlı və sağlam bir şəxsiyyətin ilk cücərtiləridir. Gəlin, məsələyə bir də bu tərəfdən baxaq. Görək nə baş verir. Deməli, gəlin ilk olaraq yox sözünün üstünə yapışdırdığımız o bütün mənfi etiketləri, yəni tərslikdir, qulaq asmır kimi düşüncələri bir kənara qoyaq. Çünki əslində bu, itaətsizlikdən qat-qat daha dərin bir məsələnin göstəricisidir. Əslində, hər şey bizim məsələyə haradan baxmağımızdan asılıdır. Məsələn, biz buna tərslik deyirik, amma uşaq üçün bu sadəcə bir özünü qoruma instinktidir. Biz bunu itaətsizlik kimi görürük, amma onun dünyasında bu öz kimliyini, o fərdi mənini tapmaq cəhdidir. Və ən əsası bu, heç də hörmətsizlik deyil. Bu, sadəcə təhlükəsizlik axtarışıdır. Mən burada güvəndəyəmmi? Sualının cavabını axtarmaqdır. Və bilin ki, bunun elmi bir izahı da var. Yəni, bu təsadüfi bir şey deyil. Uşaqların beynində qərar verməyə, səbirli olmağa, yəni impulslarını idarə etməyə cavabdeh olan bir hissə var. Prefrontal korteks. Və bu hissə, necə deyərlər, hələ tikinti mərhələsindədir, tam hazır deyil. Bax, elə buna görə də indi istəyirəm, dərhal olsun reaksiyası onlarda bu qədər güclüdür. Yəni, sizin qoyduğunuz hər bir sərhəd əslində onun beyninin inkişafı üçün bir növ məşq rolunu oynayır. Yaxşı, bəs bu mürəkkəb inkişaf prosesində bizim, yəni valideynlərin rolu nədən ibarətdir? Təbii ki, sərhədlər qurmaq. Amma diqqət edin, sərhədi bir cəza, bir qadağa kimi yox, daha çox bir bələdçi, bir yol göstərən kimi düşünməliyik. Sərhəd deyəndə ağla ilk gələn, bunu eləmə, ora getmə kimi qadağalar olur. Amma əslində sərhəd bu deyil. Sərhəd, dünyanı və onun qaydalarını anlamağa çalışan o balaca beyin üçün bir aydınlıq gətirməkdir. O, daima öz-özünə suallar verir. Məndən nə gözlənilir? Nə etsəm təhlükəsiz olar? Və bizim qoyduğumuz aydın, ardıcıl qaydalar məhz bu suallara sakitləşdirici və güvənverici bir cavabdır. Baxın, bu bənzətmə əslində hər şeyi o qədər gözəl izah edir ki, təsəvvür edin, yollarda heç bir işıqfor, heç bir nişan yoxdur, xaos olar, elə deyilmi? Yol nişanları bizim azadlığımızı əlimizdən almır, tam əksinə. Hamımızın təhlükəsiz hərəkət etməsi üçün şərait yaradır. Bax, uşaqlar üçün də sərhədlər eyni ilə bu işi görür. Onlara hərəkət edə biləcəkləri təhlükəsiz bir azadlıq sahəsi yaradır. Təbii ki, 2 yaşındakı bir uşağa qoyduğumuz qayda ilə 12 yaşındakı yeniyetməyə qoyduğumuz qayda eyni ola bilməz. Bu çox aydındır. Yaxşı, bəs bu yanaşmamız uşağımız böyüdükcə konkret olaraq necə dəyişməlidir? Gəlin baxaq. Baxın, burada hər şey çox aydın göstərilib. Hər yaş dövrünün öz strategiyası var. Deyək ki, 1-3 yaş arası. Burada əsas məsələ təhlükəsizlikdir. İsti sobaya toxunmaq olmaz kimi qısa, konkret qaydalar və salam. Uzun-uzadı izahlara ehtiyac yoxdur. Keçdik 3-6 yaşa. Artıq burada onlara kiçik seçimlər təklif etmək möcüzələr yarada bilər. Oyuncaqları yığaq, sonra sən nağıl seçərsən. Görürsünüz, həm qayda yerinə yetirilir, həm də o özünü idarə etmədə hiss edir. 6-10 yaşda isə artıq onları da prosesə daxil etmək olar. Məsələn, ekran vaxtı qaydalarını birlikdə müzakirə edib müəyyənləşdirmək. Və nəhayət, yeniyetməlik. Bu tamamilə başqa bir səviyyədir. Artıq burada söhbət etibar əsasında aparılan danışıqlardan gedir. İndi isə gəlin gündəlik qaydalardan bəlkə də bir pillə daha vacib, daha fundamental bir mövzuya keçid alaq. Söhbət bədən sərhədlərindən gedir. Bu, uşağımıza öyrədə biləcəyimiz bəlkə də ən həyati sərhəddir. Öyrətməli olduğumuz ən təməl, ən vacib dərs bəlkə də budur. Sənin bədənin yalnız və yalnız sənə aiddir. Bu cümləni onlara nə qədər tez öyrətsək, onların gələcəkdə özlərini qoruya bilməsi üçün o qədər böyük bir yatırım etmiş olarıq. Məsələn, o çoxumuzun adət etdiyi gəl qohumları öp, böyükləri qucaqla kimi məcburiyyətlər var. Biz fərqində olmadan uşağa sənin yox deməyinin heç bir mənası yoxdur, mesajını ötürmüş oluruq. Bunun əvəzinə nə etmək olar? Çox sadə. Salam demək, əl yelləmək kimi alternativlər təklif edə bilərik. Hətta biz özümüz belə adi bir vəziyyətdə saçını daramaq üçün icazə verirsən deyə soruşsaq, onlara razılıq anlayışının nə qədər vacib olduğunu əyani şəkildə göstərmiş olarıq. Yaxşı,
Bütün bunları bildik. Bəs sərhəddi ilə qoyaq ki, evdə hər gün bir müharibə çıxmasın. Çünki əsas məsələ təkcə nə dediyimiz deyil, həm də onu necə dediyimizdir. Gəlin baxaq, bunun da yolları var. Baxın, bu 6 addımın hamısının mərkəzində dayanan bir qızıl qayda var. Qətiyyətli, amma eyni zamanda empatik olmaq. Bu nə deməkdir? Yəni, uşağın hisslərini anladığınızı ona göstərin, amma qaydanı dəyişməyin. Məsələn, parkdan çıxmaq vaxtıdır. Ona belə deyə bilərsiniz. Mən başa düşürəm ki, parkdan getmək istəmirsən və bu səni çox məyus edir. Bu hissləri yaşamağın çox normaldır. Amma bizim evə getmək vaxtımız çatıb. Fərqi görürsünüz? Bu cümlədə həm onun hisslərinə hörmət var, həm də sərhəd dəyişməz qalır. Beləliklə, siz həm qaydanı qorumuş olursunuz, həm də onunla aranızdakı o emosional bağı zədələmirsiniz. Və bütün bu danışdıqlarımızdan sonra gəlib çıxdığımız əsas nəticə bəlkə də ilk baxışdan sizə biraz qəribə gələcək. Sərhəd qoymaq əslində sevginin özüdür. Bəli, sevginin ən vacib formalarından biridir. Baxın, bu iki tərəfli bir prosesdir. Bizim sevgi ilə dediyimiz yox, onlar üçün təhlükəsiz bir dünyanın çərçivələrini cızır. Onların dediyi yox isə, məhz o təhlükəsiz çərçivənin içində öz güclü, sağlam mənlərini kəşf etmələrindən səsidir. Biri olmadan o biri də tam olmaz. Hər ikisi də böyümək üçün həyati dərəcədə vacibdir. Və icazənizlə söhbətimizi bu möhtəşəm, gələcəyə yönəlik fikirlə yekunlaşdıraq. Unutmayın, bugün öz istəklərinə, öz bədəninə sağlam şəkildə yox deməyi öyrənən bir uşaq, sabah böyüyəndə zərərli vərdişlərə, yanlış dost çevrəsinə, hər cür təzyiqə də rahatlıqla yox deyə biləcək. Və ən əsası nədir bilirsiniz? O, öz hələrini də daha şüurlu, daha sağlam seçəcək. Bu bizim onlara verə biləcəyimiz ən dəyərli, ən uzun ömürlü hədiyyələrdən biridir.